Bölmənin adı çevrənin daxilinə və xaricinə çəkilmiş çoxbucaqlılar. Birinci sualda deyir, çevrənin daxilinə çəkilmiş dördbucaqlının, bir dənə çevrədir, daxilinə hər hansı bir dördbucaqlı çəkilib. Bizə deyir ki, 3 ardıcıl bucağın nisbəti 2, 3, 4-dür. Yəni, misal üçün, bura 2K-dır, bura 3K-dır, burada 4K düşür. Dördüncü bucağı tap. Birincisi, bayaq mən sizə nə dedim? Dedim ki, qarşı bucaqlarının cəmi 180 olmalıdır. Bu ikisi bilirik deyə 6K 180 olur. K düşür 30. Onda 3 vur 30 olur 90. Qarşı bucaqların cəmi 180 olmasın. Bura 90-dırsa, burada 90 qalmalıdır. Cavab olur orada B bəndir. Aydındır. Bayaq dediyim qayda. Çevrə xaricinə çəkilmiş dördbucaqlının 3 ardıcıl tərəfi 3, 5, 7-dir. Çevrə xaricinə çəkilmiş. Yəni, bir dənə çevrəmiz var. Xaricində də bir dənə dördbucaqlı var. Akkuratını çəkmək vacib deyil. Əsas olduğunu bir dənə qəşəng toxundurun. Burada nə verir bizə? Deyir ki, 3 ardıcıl tərəfi 3, 5, 7 nisbətindədir. Elə bil 3K, 5K, bu da 7K-dır. Biz dedik ki, bayaq qaydaları izah edəndə, qarşı tərəflərin cəm bərabərdir. Yəni, misal üçün, 7K ilə 3K 10K-dırsa, bura 5K-dırsa, burada 5K qalmalıdır. Düzdürmü? Ən böyük tərəfin uzunluğu. İndi, hamısı bir yerdə neçə K olur? 20K olur, 120. K nə düşür? 6. Ən böyük tərəfdə 7 vur 6, 42 olur. Oldu. Çətin bir şey yoxdur. Radiusu 7,5 olan çevrə daxilinə tərəfləri 3-4 nisbətində olan düzbucaqlı çəkilib. Çevrənin daxilinə düzbucaqlı çəkilib. Orada diqqət olun. Bir dənə çevrə. Bir dənə də buradan qəşəng bir dənə dördbucaqlı çəkək. Düzbucaqlı daha doğrusu. Bizə nə deyir? Deyir, radiusu 7,5-dır, tərəfləri 3-ün 4-dədir. Tərəf 3-ün 4-dədirsə, bura 3K, bura 4K olur. Bu, ümumi neçə olur? 5K. Sən də bilirsən ki, orada radiusu 7,5 verir, baxı. Əgər 5K 15-dirsə, K nədir? Onda 3 vur 3, 9, 4 vur 3, 12. Düzdür? Perimetr nə olur? 2 vur, 12 plus 9. 42. Oldu. Yenə bayaq dediyimiz qaydadan istifadə edəcəyik. Bax, AB-ni verib 16, perimetri də 60 verib. Biz bayaq dedik ki, qarşı tərəflərin cəmi eyni olmalıdır. Sən bu 60-ı 2 hissəyə böl, 30. Əgər bura 16-dırsa, bura gərək 14 olsun ki, 30 bu ikisinə düşsün, 30 da bu ikisinə düşsün. Düzdür? Qutardı. Belə. Bildiniz, yenə deyirəm, qarşı tərəflər eyni olmalıdır. Ona görə perimetr 2 yerə bölünür, 30-30 bölünür. Ora 16-sı, ora 14. Şəkil oxşamır, amma cavab odur. Cavab, hədə 14. Qorxdum, elə bilim yoxdur. Tərəfi 2 olan düzgün altıbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğu.
tərəfi 2 olan düzgün altıbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğu. Düzgün altıbucaqlıda xaricə çevrə çəkilərsə, radius tərəfə bərabərdir. Yəni, ora tərəf 2-dirsə, radius da 2 olur. Çevrənin uzunluğu da 2πr ilə tapılır. 4π. İndi bir dənə bir şey öyrədim sizə, yadınızda saxlayın onu. Normalda, bax, bunları özünüz üçün qeyd edərsiniz. Düzgün altıbucaqlıda xarici çevrə çəkilərsə radius A-ya, daxilə çevrə çəkilərsə A kötü 3/2-yə bərabər olur. Bu 1. Düzgün üçbucaq bilirsiniz də, nə idi? Bərabər tərəfli. Bərabər tərəfli. Üçbucaqda radius A köhtə 3/3'dür burada. Burada da A köhtə 3/6'dır. Bu da getdi öz içinə. Belə. Düzgün dördbucaqlı nədir? Kvadrat. Dördbucaqlı. Kvadratda. Xaricə çevrə çəkilərsə diaqonalın yarısıdır. Yəni A köhtə 2/2. Daxilə çevrə çəkilərsə tərəfin yarısıdır. Burada indi bir məsələ də var ki, mən bu düsturların yaranma səbəblərini sizə qeyd edeyim. Siz də baxın. Bax, misal üçün, R bərabər, ya da belə yazmayayım, başımız qarışar. AN bərabər 2 vurulsun R vur, sinus 180 dərəcə böl N var. Belə çətin qorxulu görsənir, amma görəcəksiniz necə asan və faydalıdır. Bu düsturlar yalnız nədə keçir? Düzgün fiqurlarda. Yazıram. Düzgün, çox bucaqlı. Aha. Bu qaydadan nə tər istifadə edirsən? Tutaq ki, düzgün altıbucaqlıda daxilə çəkmiş, xaricə çəkmiş çevrənin radius düsturu yadından çıxdı. Nə edəcəksən? Bir dənə bu düsturu baxırsan, düzgün altıbucaqlı dedim mən. N-in yerinə 6 yazırsan. 6 bərabər 2 vur R vur sinus 180 böl 6. Nəyi verir? 2 vur R sinus 180 böl 6 30 edir. 30-da 2-də 1 alır. Deməli, belə qənaətə gəlirik ki, tərəf nəyə bərabər imiş? Radiusa. O da oradan aldığımız bu nəticə buradan alınır. Yəni, belə deyək də, düstur çıxartma düsturudur bir növ. O birisinə baxaq. Misal üçün, A6 bərabər, çevrə daxilə çəkilərsə, tangens 180 böl 6. Bu nə verir? 2 vur radius, tangens 30'da nə alır? Köhtə 3. Aha. Bu buna bərabərdirsə əgər, indi biz nə etməliyik? Radiusu tapmaq üçün A-nı tərəfi bölməliyik 2 köhtə 3 böl 3-ə. Düzdür? Bunun yanındakılara bölməlisən ki, radius qalsın yerdə. İndi yuxarı aşağında köhtə 3-ə vur. Yuxarı olacaq A köhtə 3. Aşağını köhtə 3-ə vuranda köhtə 3 3 olur. Bu 3'ü aparır. Yerdə nə qalır? 2. Buradan da görürsünüz ki, bu düstur tapılır. Digər bütün düsturları bu formada tapa bilərsiniz. Yəni, misal üçün, kvadrat dördbucaqlı deyil. 180 böl 4 yazırsan bura sən. Nə alınır? Sinus 45.
Düzdür? Köyütü 2 bölgü ilə 2 gedir, qalır R köyütü 2 A-ya. A da onda olur A köyütü 2 bölgü. Yəni indi qısaca dedim, şifahi dedim, amma sözümün canı odur ki, yəni bu iki düsturla sən bu iki düsturla bütün düsturların çıxarılışını tapa bilərsən. Oldu? İstəsəz bir dənə şəklini çəkin bunun. Sonra dəftərə mütləq göstərərsin. Neçəyə baxırdıq son dəfə? 9-a. 9-a baxdıq. 10-11-ə baxmayacam. 3-cü bölmədə bundan kifayət qədər işləmişik. Düzdür? Lap belə baxaq. Yox, o deyilmiş. Mən səhv salmışım. Bir dəqiqə. Çevrənin daxilinə çəkmiş 4 bucağın. Bucağından biri 70-sə, o birisi nədir? 110 qutardır. Çünki bayaq dedik, qarşı bucaqların cəmi 180 dərəcə olmalıdır. Gəl buna baxaq. Kvadratın xaricinə çəkilərsə, bayaq dedim ki, radius bərabərdir elə bil diaqonalın yarısına. Bu da 3/2 verib də, radiusu verib artıq. Onda bunlar gedir, A qalır 6. Oldu? Əzbərləsəz, rahat yazarsınız. CD'yi 100 dərəcədir. B bucağı. Bu 100-ün qonşusu 80-dir. Bu 80-dirsə, bu da 100-dür. Bayaq dediyim məsələyə görə qarşı bucaqların cəmi 180 olmalı. Trapeziyanın perimetri. Trapeziyanın orta xətti 8-dir. Bu A-dır, bu da B-dir. A plus B-nin yarısı 8-sə, A plus B nədir? 16. Trapeziyanın perimetrini də tapanda bu ikisinin cəmi 16-dır. Daxilinə çevrə çəkildiyi üçün bu sağ-sol da cəmi nə olur? 16. 16, 16, 32. Bildiniz? Daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi eyni olmalıdır. Çevrə xaricinə çəkilmiş 4 bucaqlının. Elə bil fiqurun daxilində bir dənə çevrə var. Deyir ki, qarşı tərəfin cəmi 50, qalan iki tərəfi 2-3 nisbətindədir. Biz dedik, qarşı tərəflərin cəmi eynidir. Yəni, misal üçün, bir dənə elə belə göstərirəm. Fiqurun nə olduğunu bilmirəm. Mənimki biraz trapeziyan oxşadı. Bax, misal üçün, bura 2K, 3K'dır. Amma sənə deyir ki, bu ikisinin də cəmi nə qədərdir? 50-də. Bu ikisi 50-dir və bu ikisinin cəminə bərabərdir. 5K. K-da nə olur? 10. Bu tərəflər 30, 20 olacaq. Bildinizə niyə? Daxilə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi eyni olmalıdır. Ora 50-dirsə, bu yanda 50 olmalıdır. Düz bucaqlının kiçik tərəfi 2-dir, diaqonallar arasında qalan bucaq 60-dır. Kiçik tərəf 2-dir, diaqonallar arasında qalan bucaq 60-dır. Ümumiyyətlə, düz bucaqlıda diaqonalların ölçüsü bərabərdir. Bir də kəsişmə nöqtəsində yarıya bölünür. Yəni, bura nədirsə, burada eyni şeydir, burada eyni şeydir, burada eyni şeydir. Həm diaqonalların ölçüsü eynidir, həm də kəsişmə nöqtəsində yarıya bölünürlər. Ona görə bu bərabər yanlı olduğu üçün burada 60, burada 60 qalır. 180-dən 60-ı çıxıb yarıya bölüyə elə bilir. Hamısı 60 olduğu üçün bu da 2-dir, bu da 2-dir. Belə bir şey olur. Sənə deyir, xaricə çəkmiş çevrənin radiusu. Xaricə çəkmiş çevrənin radiusu elə 2-dir. Niyə? Çünki ya belə məntiqlə baxaq. Tutaq ki, bir dənə çevrə çəkdin də burasan.
Bu radius düşmür. Diagonalın yarısı olur xarici çəkilmiş çevrə. Ona görə radius nədir? 2-dir. Aydındır. Radiusu 20 olan çevrə daxilinə çəkilmiş trapesiyanın böyük oturacağı mərkəzdən keçir və kiçik oturacaq radiusa bərabərdir. 20 olan çevrə daxilinə çəkilmiş trapesiyanın böyük oturacağı mərkəzdən keçir. Bir dənə çevrə çəkək. Və kiçik oturacaq radiusa bərabərdir. İndi kiçik oturacaq deyəndə, yəni buranı nəzərdə tutur. Bu radiusa bərabərdir. Radiusa bərabərdir, sonra bunlar bitişdirəndə belə bir bərabər. Üçü də radiusa bərabərdir axı. Kiçik oturacaq radiusa bərabər idi. Bu da radius, bu da radiusu. Trapesiyanın radiusu da 20 verib bu arada. Qoy hamısını 20 yazaq. 20, 20, 20. Trapesiyanın perimetri nədir? Əslində, belə tipli fiqurlarda həmişə, onsuz da bura 20, bura 20 düşmür. Bu da radiusda. Yanlar da 20 olur belə tipli fiqurlarda. Niyə? Çünki bura 60, 60, 60 qaldığı üçün, düzdürmü? Trapesiyada oturacaqlar paraleldir axı. Bura 60-sa, bura da... Bu da bərabər yanlı olduğu üçün bura da 60, 60 qalır. Ona görə bura 20, bura 20-dirsə, bura da 20 qalır. Eyni şey bu yan içində keçərlidir. Neçədən 20 oldu? 5 dənə. 5 dənə. 20 olur, 100. Oldu? Baxa 21-ə. Trapesiyanın xaricinə çəkilmiş çevrənin mərkəzi trapesiyanın böyük oturacağı üzərindədir. Xaricinə çəkilmiş çevrənin mərkəzi trapesiyanın böyük oturacağının üzərindədir. Bayaqçı şəkildə çevrənin mərkəzi böyük oturacaq üzərindədir. Buradan bir dənə belə bir şey çəkək. Sualın davamında nə deyir bizə? Deyir, kör bucaq təpəsindən çəkilən hündürlük 4 olub bura. Yan tərəfli 30 dərəcə əmələ gətirir. Hündürlük yan tərəfli 30 əmələ gətirir. Orada diqqətli olun. Trapesiyanın diaqonalı nədir? İndi biz nə verəcəyik? Bax, ora 30, bura 60. Bilməm, ehtiyac olacaq olmayacaq. Bizdən diaqonalı soruşur da, buranı soruşur. Heç ehtiyac yox imiş. Bax, diametrlə 2 vətər kəskəndə nə baş verir? Nə baş verir? 90 ara olur. Aysa, bura 30, sonra bura 60 qarşı 90 olsun. 60, 90, burada nə qalır? 30. 30-un qabağı 4-sə, hipotenuz 8-dir. Trapesiyanın diaqonalı oldu. Fikrim çatdı? Düzgün tərəfdən baxsaq, çətin olmayacaq. Rombun daxilinə çəkilmiş çevrənin radiusu 8/3-dür. Tutaq ki, çəkmişik. İndi mən onu çəksəm qarışacaq. Çəkmirəm. Rombun ikisi diaqonalının uzunluğu. Ümumiyyətlə, rombda gələn dərsimizdə inşallah romb falan keçəndə onları deyəcəm. Daxilə çəkilmiş çevrənin radiusu hündürlüyün yarısıdır. Radiusu veribsə 8/3, deməli, hündürlük 16/3-dür. Kiçik diaqonalın uzunluğu nədir? Buranı da 120 verib. Romb da, əslində bu sualları işləmək üçün gərək yenə deyirəm, bu rombun bütün xassələrini keçək, sonra işləyək. Nə bilim, indi biraz qarşı düşüb.
Bu gərək 60-60 qalsın, 120-dirsə. Hə? Romb da elə fiqurdur ki, bütün tərəfləri bərabər idi. Hə? Bura baxan 60-sa, bura baxan da 60-dır. Məcbur burada 60 qalırmı? Aysa. İndi biz hündürlüyü tapdıq 16/3. Buranı tapdıq 16/3. Bu hansı fiqurun hündürlüyüdən də? Üçbucağın. Amma necə üçbucaq? Bərabər tərəfli. Bərabər tərəfli üçbucaqda belə bir şey var ki, median tənbölən hündürlük 3-ü də A/3/2 ilə tapılırdı. Bu əgər 16/3-ə bərabərdirsə hündürlük, onda A nədir? 32. A 32-dirsə bərabər tərəfli olduğu üçün 32-32, kiçik diaqonal da 32 qalacaq. Aydındır? Belə. Tərəfi 4/3, xaricə çəkilmiş çevrənin radiusu 4 olan düzgün çoxbucaqlının daxilinə çəkilmiş çevrənin radiusu. Tərəfi 4/3, xaricinə çəkilmiş çevrənin radiusu 4 olan düzgün çoxbucaqlının daxilinə çəkilmiş çevrənin radiusu. Bu biraz necə söhbətdir, mən sizə deyim. Baxırsınız. Bayaq bir dənə düstur dedim. Dedim, A-n bərabər 2 vur R, vur sinus 180/n. Belə dedik də. İndi tərəfin ölçüsünü verib 4/3 bərabərdir. 2 vur radiusu verib 4. Bir dənə bu sinus nədir? Bilmirik. İndi bura 8 eləyir. 4/3/8 bərabərdir sinus 180/n. Bundan bu getsə 2 qalır. Sinus köhdü 3/2-ni harada alır? 60-da. Onda 180 dərəcə bölən 60-dırsa, bu neçə bucaqlıdır? 3 bucaqlıdır. Demək, düzgün 3 bucaqdır, bərabər tərəfli 3 bucaqdır. Onda daxilinə çəkilmiş çevrənin radiusu A/3/6 idi. A-nın yerinə yazırıq 4/3, köhdü 3-ə vurub 6-ya bölürük. Hə. Bu da 2 qalır. Oldu? Bildiniz? Asan söhbətlər deyil, amma belə ölümdən çətin də deyil. Temboli mən izah edirəm. Düzgün çoxbucaqlının daxilinə çəkilmiş çevrənin radiusu 2/6-dır. Yox, tərəfi də 4/6-dır. Deyir, həmin çoxbucaqlının xaricinə çəkilmiş çevrənin radiusunu tap, yəni böyük yeri tap. Aha, yenə neçə bucaqlı olduğunu verməyib. Bu sualı gəlin özünüz yazın, çünki indi gördüm, bayaqki sualına neyiniymiş. Çünki burada bir dənə nəyi fərqli eləyəcəksiniz? 2 vur, R vur, bununla işləyəcəksiniz. Yaxşı? Yazaq yoxsa? Yaxşı, yazaq edə. Oradan yazıq baxırsınız. 4/6, 2 vur, 2/6 vur, tangens 180/n. Köhdü 6'lar getdi. 4'ü 4'ə böləndə 1. Hə, indi tangens bir harda alır? 45'də. Buranın 45 dərəcə olması üçün n olmalıdır 4. Deməli bu kvadrat imiş, düzgün 4 bucaqlıymış. Xaricinə çevrə çəkəndə A/2/2 idi. Diaqonalın yarısı idi radius. Hə. İndi A-nı da verib 4/6 vurursan köhdü 2-yə, bölürsən 2-yə. Düzdür uşaqlar? Bu gedir buna 2. Köhdü 12-ni 4 vur 3 yazsaq 2 çıxır, 4/3 qalır. Aydındır?
Bu suallar biraz fərqli tipdədir deyə Davudlar yazır. Çevrənin xaricinə düzgün altıbucaqlı və kvadrat çəkilib. Düzgün altıbucaqlının perimetri 72-dir. Kvadratın perimetrini tapın. Düzgün altıbucaqlının perimetri 72-dirsə, bir tərəfi 12, hə. 6 dənə bərabər tərəf var da. 12-dir. Bizə nə deyir? Deyir ki, çevrənin xaricinə düzgün altıbucaqlı və kvadrat çəkilib. Çevrənin xaricinə çəkilibsə, çevrə özü deməli daxildədir. Çevrə daxildədirsə, radius A köhdü 3 böl 2 idi də, düzgün altıbucaqlıda. Hə? Bura 12 köhdü 3 qoyanda 2 böləndə 6 köhdü 3 qalır radiusumuz. İndi bir şey nəzərə alaq ki, bu çevrənin xaricinə kvadrat da çəkilib. Hə? Bəs kvadratda necə idi düstur? A böl 2 idi, yadınızdadırsa. Kvadratda daxilə çevrə çəkilərsə, tərəfin yarısı idi. Bunu növbəti mövzuda biraz da dərinləşdirəcək, amma əvvəldə yazmışdım dərsin əvvəlində. Bu da 6 köhdü 3-ə bərabər deyil, eyni çevrədən söhbət gedir. Onda deməli, kvadratın tərəfi 12 köhdü 3 imiş. Perimetri də tapanda 4 dənə 12 köhdü 3. 48 köhdü 3 qalacaq. Aydındır? Eyni şeydir bu. Bayaq 27 aid yazdıq. Necə eləyəcəkdik? Yadımıza salaq. 5K 55-ə bərabər. Ay sağ ol. Çünki qarşı tərəflərin cəmi indi. 22 ilə 30. Bəli. Aydındır. Biraz vərdiş eləsəz, inşallah ki, yəni çətin söhbət olmaz. Kvadratın xaricinə çevrə çəkilib. Deyir, həmin çevrənin uzunluğunun kvadratın perimetrinə nisbəti. Xarici çəkilmiş çevrədə ümumiyyətlə radius A köhdü 2 böl 2 idi. Düzdürmü? İndi bizə deyir, çevrənin uzunluğu 2 pi deyil. 2 vur, pi vur. A köhdü 2 böl 2 yazıram radiusun yerinə. Kvadratın perimetrinə olan nisbəti. Kvadratın perimetri də 4 addır. 2 2-ni apardı. A da A-nı apardı. Qaldı belə. Asandır, diqqətlə baxsaq. Bir dənə o düsturları bilmək lazım. D bəndi oldu orada. Olsu yazmaq, belə deyək də, perimetri 24-dür. Düzgün altıbucaqlı olduğu üçün bir tərəfi 6 ilə bölsən, elə bil 4 qalır da. Daxilə çəkiləndə də A köhdü 3 böl 2 idi. 4 köhdü 3 böl 2, 2 köhdü 3 verir. Aydındır. 31. Oturacağı 8 və 18-dir. Bərabəryanlı trapesiyanın daxilinə çəkilən çevrənin radiusu. Ümumiyyətlə, trapesiyanın içərisinə çevrə çəkilibsə, hündürlüyün yarısıdır radius. Niyə elə olur? Mən sizə bir dıqılıq səbəbini izah edeyim. Çünki məcburdur ki, bu yuxarıya və aşağıya toxunsun. Yuxarıya və aşağıya toxunanda məcburdur ki, hündürlüyün yarısı qalsın. Şimdi çatdı? Aha. İndi biz nə edəcəkdik? Yadımdan çıxdı deyən görüm. Birincisi, oturacaqları verib 8 və 18. Düzdürmü? Orada bir dənə belə bir fərqli eləyəcəm. Bir dənə özür istəyirəm. Davran bildirəcəm usta. Bu 8-dir. Oranın 18 olması üçün 2 hündürü endirirəm. Burada 8 qalır. 18-dən bəli, bura 5 qalır, burada 5 qalır. Düzdürmü? Hə? Deməli, bu ikisinin cəmi 26-dırsa, bu ikisinin də cəmi olmalıdır, 26 olmalıdır. Bərabər yanlı olduğu üçün ərəsinə 13 qalır. Pifagora görə 13-ün kvadratından 5-in kvadratını çıxanda 12-in kvadratı. Hündürlüyü 12-dirsə, radiusa yarısıdır, 6-dır. Aydındır.